Gəlin İslam dinini öyrənək. Müsəlmanların müqəddəs kitabı hansıdır? Quran, Tövrat, İncil. Düzgün cavab Quran. Qurandan sonra ən doğru söz hansıdır? Hədis, ləy, fətva. Düzgün cavab hədis. Hədis kimin sözü və əməlidir? Sahabənin, peyğəmbərin, adi insanın. Düzgün cavab peyğəmbərin. Ən çox hədis kimdən gəlib? Əlidən, Əbu Hüreyrədən, Ömərdən. Düzgün cavab Əbu Hüreyrədən. Kanala abunə olmağı unutmayın.